Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Allahümme inna neşku ileyke faqda nebiyyina salavatuke aleyhi ve alih ve gaybete veliyyina ve kethrete aduvvina ve qillete adedina ve tezahürüz zamani aleyna ve salli ala Muhammedin ve al Muhammed ve anna ala zalike bi fethin minke tuacciluh ve bi zurcin tekşifuh ve nesrin tuizzuh ve sultan hakkin tuzhiruh. Bir daha salamlayıram hörmətli tamaşaçıları, böyük və əziz Mövlamız, rəhbərimizin matəmindəyik. Amma eyni zamanda qəlbimiz aramdır. Çünki belə bir şəxsiyyətin şəhadəti düşmənin qoşununa lərzə salacaq və saldı və salır. Belə bir şəxsin şəhadəti hətta həyatından da çox təsirli olacaq. Bu şəhid rəhbərin şəhadəti münasibəti ilə ilk növbədə Mövlamız, əzizimiz İmam Zaman əleyhissalama ki, heç şübhəsiz ağanın gözü yaşlıdır. Baş sağlığı deyirəm, ağacan, başın sağ olsun və təki sənin canın sağ olsun. Təki sənin nəzərin müsəlmanların və şiələrin və bu məmləkətin üzərində olsun. Hamımızın canı sənə fəda olsun. Həmçinin bütün dünya azadə müsəlmanlarına baş sağlığı deyirəm. Nə üçün bu qeydi vurdum? Çünki Ayətullah Üzma Seyyid Əli Xameneyi nəinki təkcə İranın rəhbəri idi, xeyr. Bəli, İran ölkəsinin qanunlarına əsasən onun inqilab rəhbəri idi. İnqilab rəhbəri deyəndə ki, həqiqət deyəndə o ölkənin rəhbəri idi.